Novruz bayramı ərəfəsində pensiyaçıları sevindirəcək mühüm yenilik gündəmdədir. Məlumata görə mart ayı üzrə pensiyaların nəzərdə tutulmuş qrafikdən daha əvvəl ödənilməsi planlaşdırılır. Bu addımın əsas məqsədi vətəndaşların bayram günlərini daha rahat və təminatlı şəkildə keçirməsinə şərait yaratmaqdır. Rəsmi açıqlamalara əsasən mart ayının pensiyalarının 15 mart tarixinə qədər tam şəkildə ödənilməsi nəzərdə tutulur. Bununla bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və prosesin vaxtında icrası üçün təşkilati tədbirlər görülür. Hazırda ödəyişlərin bayrama qədər tamamlanması istiqamətində texniki və inzibati işlər aparılır. Qeyd edək ki, Azərbaycanda pensiyaların ödənilməsi prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Pensiya ödənişləri adətən əvvəlcədən təsdiq olunmuş aylıq qrafikə uyğun şəkildə köçürülür. Lakin bayram günləri ilə əlaqədar olaraq bəzi hallarda ödəniş tariflərində dəyişiklik edilir. Novruz bayramı Azərbaycanda ənənəvi və geniş qeyd olunan bayramlardan biridir. Novruz bayramı yazın gəlişini simvolizə edir və ölkə üzrə bir neçə gün qeyri-iş günü elan olunur. Bayram süfrələrinin hazırlanması, ailə ziyarətləri və müxtəlif mərasimlər müəyyən maliyyə xərcləri tələb etdiyindən pensiyaların əvvəlcədən ödənilməsi vətəndaşlar üçün əlavə rahatlıq yaradır. Mütəxəssislər bildirirlər ki, pensiyaların vaxtından əvvəl köçürülməsi sosial həssas qrupların maddi planlamasına müsbət təsir göstərir. Xüsusilə yaşlı vətəndaşlar üçün aylıq ödənişlərin gecikmədən və ya erkən verilməsi gündəlik xərclərin tənzimlənməsində mühüm rol oynayır. Hazırda rəsmi qurumlar tərəfindən ödənişlərin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Pensiyalar bank kartları vasitəsilə vətəndaşların hesablarına köçürüləcək. Vətəndaşlara tövsiyə olunur ki, ödəniş tarifləri ilə bağlı yalnız rəsmi mənbələrə etibar etsinlər və yayılan qeyri-dəqiq məlumatlara əsaslanmasınlar. Əgər proses planlaşdırıldığı kimi davam edərsə, mart ayının pensiyaları bayrama qədər tam şəkildə vətəndaşların istifadəsinə veriləcək. Bu isə minlərlə pensiyaçı üçün bayram öncəsi əlavə maddi rahatlıq deməkdir. Mövzu ilə bağlı rəsmi açıqlamalar olduqca ictimaiyyətə əlavə məlumat veriləcək.